Niyəsə bu Kia modelini ya Azərbaycanlılar, ya da Amerikalılar sevir. Yəqin ki, atası Optimaya görədir. 2021-ci ildə Kia məşhur Optima adından imtina elədi. Koreya adı K5-i hər yerdə istifadə eləməyə başladı. Odur budur, bu maşın Sonatadan da çox satılır. Azərbaycan və Amerika dedim, çünki bu maşın heç vaxt rəsmi olaraq Avropada satılmayıb. Elə Azərbaycana da əksəriyyəti Amerikadan 5-7 min dollar arasında udulub gətirilir. Amma bu maşın servisdir. Yəni nə vurulub, nə aşıb, nə suda akulalardan üzüb, heç biri olmayıb. Amma Azərbaycanda başına nə gəldiyin heç vaxt bilə bilmirik. Çünki rəsmi olaraq Carfax falan bunu göstərmir. Demirəm ha bu maşına nəsə olub. Amma hamı fikirləşir ki, Amerikadan gələn maşınlar ya batıqdır, ya vuruqdur, ya nədirsə. Bu biraz absurddur. Çünki hər maşının VIN koduna baxıb rahat şəkildə nə vəziyyətdə gəldiyini bilə bilirik. Amma burada nə olduğunu heç vaxt istər Amerikanka, istər servis maşın bilinmir. Ona görə çox xahiş edirəm ki, ağıllı ekspertlər hər Amerikanka maşının suda batmış və yaxud vuruq aşmış maşın olduğunu yazmasın. Vəziyyətə bax ki, Avropada satılmayan K5 bizim ölkədə o qədər sevilib ki, Kia özü bunu Koreyadan gətirib satır. Maşın da pis deyil. 2 sadə motor, servisli deyə. Amerikankalarda 1.6 turbodur. Avtomat korobka, 10 litr 100-ə, hər şey yerindədir. Maşın heç hara getməsə də çox dözümlüdür, motoru da milyonçudur. Yəni gündəliyə sürmək üçün çox əla variantdır, amma biraz sıxıcı ola bilər. İçinin forması da pis deyil. Eyni Optimadır. Komplektasiya biraz zəif olduğuna görə hər yer dəri olmasa da, qaqamız qəşəng daydaskoy çıxollar qoyub. Komplektasiya daxildir. Start stop, CarPlay, belə bir oyuncaq. Bu nə də? Götür bunu. Gəlin. İşlətmə. Olmaz. Bir də belə zor brelok da var. Formula 1. Bəlkə də gedir, elə özüm üçün danışıram. 1.40 sürüb baxaq. Üstün hanımız. Üstün ayaqdadır. Üstün ayaqdadır. Şəhər üçün bomba kimi də gedir. Sağ ol.